ki, hər uşağa fərdi yanaşma lazımdır. Uşaqlar düşünürlər ki, hər istədiklərini eləyə bilərlər və onlar evdə hər istədiklərini elədiyi müddətcə bizim yanımıza gəldikdə bizdə də bunu düşünürlər. Ki, gəlsin. Gətirən tələbələr var. Sağ olun, bəli, var. Çıxarırlar öz cibindən ki, mən gətirmişəm. Problemli uşaq yoxdur. Problemli uşağı yaradan mühit var. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü podkastımızda Səma xanım, Salt Kids Nərimanova rəhbəri Və Banu xanım, Elmlər Kidsinin rəhbəri bizimlədir. Bugünkü mövzumuz uşaq psixologiyası nədir və niyə hər müəllim, tərbiyəçi və valideyn bu sahəni bilməlidir? Və birinci sualımız problemli uşaq anlayışı. Doğrudan da mövcuddur, yoxsa problem davranışın arxasında başqa səbəblər dayanır? Problemli uşaq anlayışı təbii ki mövcuddur. Bəli. Hal-hazırda bizim dövrlə, yəni bizim uşaqlığımızla indiki uşaqlar arasında böyük fərqlər var. Bəli. Və ümumi olaraq valideynlər, təhsil sahəsində işləyən müəllimlər, tərbiyəçilər hal-hazırki vəziyyətlə keçmiş vəziyyəti müqayisə edə bilmədikləri və problemi anlamadıqları üçün bu uşaqların psixologiyasına çox mənfi təsirlər göstərir. Bəli. Və bunu da problemli uşaq anlayışlarından indiki dövrdə yəni önə meydana gətirirlər. Bəli, razıyam sizlə. Amma bir şey də unudurlar valideynlər ki, hər uşağa fərdi yanaşma lazımdır. Yəni hər uşağın psixologiyası fərqlidir. Onu tərbiyəçilər, müəllimlər daha yaxşı başa düşsə, valideyn onu tam anlaya bilmir. Çünki öz uşağı olduğuna görə, yəni özünə belə deyək də məxsus olduğuna görə onu yan keçir. Ona görə yəni yaxınlaşanda bizə bildirəndə ki, uşaq problemlidir və yaxud belə uşaqdır, nadincdir, biz onu yəni belə deyək. Əslində hal-hazırda nadinc yox da hiperaktiv uşaqlar daha çox. Bəli, indi valideynlər onu daha çox nadincliyə yozurlar ki, yəni nadinc uşaqdır. Amma ki yox, o nadincliyin arxasında daha böyük bir problemlər durur. Yəni orada həm ailədəki durum da çox böyük rol oynayır, ana ilə atanın münasibətində çox böyük rol oynayır. Ona görə yəni uşaq da bir ailənin güzgüsüdür. Yəni biz bunu çox gözəl bilirik ki, uşaqlar, yəni valideynlər necədirlərsə, uşaq da onu Məncə ən böyük problem vaxt problemidir. Vaxt problemi də var. Yəni Vaxt valideynlər ayırmaq tam problemi də. bəli, razıyam sizlə. Valideynlər tam şəkildə uşaqlarına vaxt ayıra bilmirlər. Çoxsu yəni belə görürük ki, bağçaya qoyurlar, səhərdən axşama kimi uşaqlar orada olurlar və yaxud kurslara qoyurlar ki, yəni orada inkişaf eləsinlər. Amma lazımi olan diqqəti valideyn birinci göstərməlidir. Problemli uşaq anlayışı da buradan çıxır. Bəli. Yəni hal-hazırda böyük problemli uşaqların böyük hissəsinin əsas maraq dairəsi planşetlər, kompüterlər, oyunlardır və məncə problemli uşaq anlayışının əsas səbəbi vaxt ayırmaq məsələsidir. Bəli. Valideynlə vaxt keçirmək, ailə ilə vaxt keçirmək. Yəni bir tələbəni biz nə qədər də yanımızda o planşetdən, o kompüterdən, o oyunlardan ayırsaq da, o evə gedib yenə o mühitə düşdüyündə artıq o zərərli videoların, zərərli oyunların davranışlarını təkrarlamağa başlayır. İnanın mən öz işlədiyim ofisdə bir neçə tələbə var. Həmin uşaqların davranışları bir çoxu var ki, bir oyun var hal-hazırda. Daha doğrusu bir multfilm var, Ben 10. Onların hərəkətlərini davamlı olaraq davam edirlər. Çünki davamlı olaraq onu izləyirlər, onların içərisindədirlər. Yəni ailədəki valideynin, qardaşının, bacısının yox da izlədiyi nəyinsə hərəkətini təkrar edir və bu da onların psixologiyasına təsir edir. Bu da təhsil müəssisəsində, uşaqların arasında onu fərqləndirir. Bu da olur problemli uşaq. Çünki davamlı olaraq onları izləyirlər, tam doğrudur. Yəni çünki valideyn onu oradan çəkindirməyə, yəni bacarmır. Bəli, düzdür. Çəkindirməyə bacarmır. Ona görə valideyn diqqət yetirmədikdə uşaq daha da o oyunlara fikrini daha da çox yönəldir. Valideyn ona məsələn, yəni desə ki, yox, olmaz, o uşaq daha da ona marağı çox olacaq. Amma uşaq məncə olmaz sözünü hal-hazırda belə bir düşüncə var ki, uşağa olmaz sözünü demək olmaz. Bu məncə çox, yəni mənim düşüncəmə görə bu səhvdir. Çünki bir uşaq əgər 3 yaşından, 4 yaşından, 5 yaşından gözünü təzə açır, dünyanı yeni görür və o onlarla olmazı bilməlidir. Bəli. Nə harda olar, nə harda olmaz. Yəni tələbələr bəzi valideynlər bu psixologiya ilə gedir ki, yeni dövrün psixologiyasında uşağa olmaz sözünü demək olmaz. Xeyr məncə. Uşağa bir yəni qadağa qoymaq olmaz. Onlar elə düşünürlər ki, qadağa qoydusa uşağın tərbiyəsi pozula bilər. Ona görə durmadan hər şeyə icazə verirlər. Bizim də belə bir valideynimiz var idi, hansı ki uşağa durmadan deyirdi, bəli, olar, bu uşaqdır. Amma təbii ki elə deyil.
Təbii ki, yəni uşağa bir hansısa bir çərçivə olmalıdır ki, uşaq bilməlidir ki, bu çərçivədən qıraq çıxmaq olmaz. Məncə bu problemli uşaq deyil. Problemli davranış və öyrədilmədir. Bəli, Həqiqətən. tam razıyam. Çünki uşağa olar olmaz, yəni onu ayırmalıdır uşaq. Mütləq Yəni bir şəkildə. uşaq gözünü açır. Tutaq ki, biz özümüz də yeni bir mühitə giririk. Fərqli bir, məsələn, başqa bir ölkəyə köçürük. Biz onu ilk dəfə də görürük. Oranın olar və olmazlarını bilməliyik. Eynilə uşaq kimi. Bəli. Uşaq bilməlidir olar və olmazları. Bəli, doğrudur. Növbəti sualımız: müəllim, tərbiyəçi və valideyn arasında düzgün əməkdaşlıq necə qurulmalıdır ki, uşaq özünü təhlükəsiz və dəstəklənmiş hiss etsin? Bəli. Bu sual da çox gözəl sualdır. Müəllimlə valideyn arasında çox gözəl bir münasibət olmalıdır ki, valideyn öz uşağını, yəni bizə təmənnasız belə deyək də, qorunmaq kimi, yəni uşağı biz burada qoruyuruq, yəni uşaqla biz ünsiyyət qururuq, uşağı, yəni biz arada, yəni mehriban oluruq, uşağı qucaqlayırıq, öpürük. Yəni ona görə valideyn də bizə təmənnasız inanmalıdır. Mənə elə gəlir ki, yəni əslində o kontakt çox önəmlidir məncə. Bəli, kontakt çox önəmlidir. Valideynlə təhsil müəssisəsindəki insanlar arasındakı kontakt çox önəmlidir. Çünki biz o balansı qoruduğumuz zaman valideyn bizə dəstək olduğu zaman bizim belə deyim də uşağın təhsil prosesi daha yaxşı gedir. Bizə dəstək olduğu zaman. Bəli. Yox, bizə dəstək olmadığı zaman biz artıq o qırılma nöqtəsini yaşayırıq. Bəli, inanmalıdır. Məsələn, tərbiyəçiyə də inanmalıdır, müəllimə də inanmalıdır, yeri gələndə, yəni bizlərə də inanmalıdır ki, yəni bilməlidir ki, uşaq yəni burada güvənli əldədir. Yəni biz burada ona təhsil verməklə yanaşı həm də məhəbbət də veririk. Təbii ki. Yaxşı, bəs müxtəlif yaş dövrlərində, məsələn 3-6 yaş arası, 7-12 yaş arası uşaqların psixoloji ehtiyacları necə dəyişir? Əslində saydığımız yaş dövrlərində uşaqların psixologiyası bir-birindən çox fərqlidir. Çünki məsələn 6 yaşında bir tələbə 1-ci sinifə getdikdə artıq özünü azad bir insan olaraq düşünür. Hal-hazırki dövrdə mən çox eşitmişəm uşaqlardan. Mən söz haqqım var deyən 6-7 yaşında tələbələrimiz var. Tamamilə öz fikirləri var. Bəli, tamamilə öz fikirləri var uşaqların hal-hazırda. Yəni öz fikirlərini tam sərbəst deyə bilirlər, heç nədən çəkinmirlər. Yəni tam şəkildə, yəni belə deyək də, qorxmurlar ki, böyük buna nəsə deyər, cavab verər. Biz nəsə cavab versə, onun da bir sözləri var ki, yəni bizə onun o sözlərin qabağında nəsə desinlər. Hətta keçən dəfə bir hadisə yaşadıq ofisdə. Bizdə ofislərimiz şüşədir, təbii ki, səs gedib gəlir. Mən də əyləşmişəm resepsiyonda. İçəridə müəllimə ilə nəsə münaqişədədir. Mən də çöldən ona 7 yaşındadır. Mən də çöldən ona müdaxilə elədim. Nəsə dedim. Yəni münaqişəyə daxil oldım. Mən qaldı ki, sizin daxil olmağınıza ehtiyac yoxdur. Biz həll eləyirik. Bəli, tam razıyam. Çox yaxşı bir cavabla. Bizdə də belə bir şeylə rastlaşmışdıq. Biz bir uşaq dedi ki, siz məni bura nə ilə cəlb eləyə bilərsiniz? Yəni bu dərəcədə uşaqlar tam fikirləri sərbəstdir, fikirləri azaddır, söz azadlığı var bunlarda. Yəni heç valideyndən asılı deyillər o barədə. Tam fikirlərini söyləyə bilirlər. Mən hətta belə bir halda yaşanır. Müəyyən bir nəsə vəd verilmədiyi müddətcə oxumaq fikirləri. Oxumaq, bəli, tam razıyam. Bu psixologiyada biraz tərs işləyir. Çünki uşaq bu da dediyim psixologiyada olmaz sözü olmaz psixologiyasıdır. Çünki özlərini biləndən bununla təsirlə. Biz də uşaq vaxtı əslində çox da belə əziyyət çəkməyə, davamlı olaraq oxumağa meyilli olmamışıq. Amma hal-hazırda vəziyyət elədi ki, onlara planşet veriləcək, telefon veriləcək, müəyyən vədlərlə təhsilə yönləndirməyə çalışırlar. Bir də bizim burada bir yerdə bu qırılır. Bəli, doğrudur Səma xanım, razıyam sizlə. Amma bizim vaxtda bu qədər qıraq bir əyləncələr yox idi. Yəni bizim vaxtda ancaq oxumaq idi. Oyunlar, ancaq müxtəlif nəsə oyunlar var idi. O da ki, daha çox təmiz havada olurdu. Amma planşet kimi, televizor kimi, telefon kimi bir əyləncələrimiz yox idi bizim. Bəs Banu xanım, sizcə valideynlər bu balansı necə qorumalıdır? Ya da biz necə qorumalıyıq o balansı? Bizim belə deyək də, bizim qorumağımıza yox, daha çox bu valideynin öhdəsinə düşür. Çünki valideyn evdə, yəni durmadan uşaq evdə olur. Yəni uşaq bilməlidir ki, məsələn, nə qədər bu planşetdə və yaxud telefonda nə qədər müddət vaxt keçirə bilər. Bəli, valideyn ona bir qadağa qoymalıdırlar.
mütləq şəkildə. Qadağa olmadıqda, yəni uşaq artıq elə bilir ki, vəsə, yəni bu limitsizdir. Yəni planşetdə nə qədər istəsə oynaya bilər, telefonla nə qədər istəsə oynaya bilər və yaxud hansısa bir cizgi filmi, hansı ki buna lazım deyil, onu limitsiz izləyə bilər. Ona görə valideyn ona mütləq, yəni belə deyək, nəzarət eləməlidir, qadağa qoymalıdır ki, bu qədər vaxtdan sonra sən artıq, yəni məsələn başqa bir şeyə baxacaqsan, başqa bir şey eləyəcəksən və yaxud təhsilə bax. Bəli, təhsillə bağlı. Dillərdə müəyyən videolar izləyə bilərlər. Bəli, bəli. Bəs cəza hissəsinə necə baxırsınız? Cəza hissəsinə mən qəti şəkildə, yəni razı deyiləm. Mənim fikrimcə uşaqla dil tapmaq və uşağı bir hansısa bir yola gətirmək olar. Çünki bu uşaqdır, biz böyüyük. Yəni burada fərq var. Biz bilirik necə olur, uşaq hələ bilmir necə olur. Ona görə uşaqla mütləq şəkildə uşağa cəza yox, uşağa dillə başa salmaq lazımdır. Dillə başa düşməyən uşaq hardasa bir müddətdən sonra, yəni ona yenə də gələcək. Bir də ki, şəxsi nümunə. Yəni həmişə mən onu deyirəm ki, valideynlər özü birinci növbədə şəxsi nümunələr elə olmalıdır ki, uşaq ona baxanda artıq o da o hərəkətləri eləməsin. Amma valideyn durmadan telefonda olduqca, durmadan televizor izlədikcə, əlbəttə ki, övladı da ona baxacaq, həmin hərəkəti o da eləyəcək. Amma məncə, mən misal nəyə bağlayıram bunu? Məncə dövr məsələsinə. Çünki hal-hazırki dövrlə çox ziddiyyətli bir zamandayıq hal-hazırki uşaqların mövzusunda. Çünki bizim olduğumuz dövrlə, uşaqlıqla hal-hazırki dövr qətiyyən üst-üstə düşmür. Əlbəttə ki. Valideynlər nə edəcəklərini bilmirlər. Bəli. Yəni nəyin onlara yaxşı, nəyin pis təsir edəcəyini də bilmirlər. Psixoloji cəhətdən olan məsləhətlər, psixoloq məsləhətləri həddindən artıq çoxdur. Çoxdur, bəli. Qıraqdan təsir də çoxdur, mən sizə deyim. Bəli, qıraqdan təsir olduqca da valideynlər çaşırlar, düzgün seçim yolunu tapa bilmirlər. Bəli. Belə eləyirlər, o da bir rezultat vermir deyə, ona görə başlayırlar artıq uşağı biraz boş buraxmağa. Əslində uşağı boş buraxmaqla, yəni o çıxış yolu deyil. Uşağı bilməlidir ki, uşaq yəni harda bu qadağa varsa, yəni onun üzərində, yəni belə deyək də, uşaq onu nəzərində olmalıdır ki, uşağın ki, valideyn əgər sözü dedisə, yəni bu qanundur. Bu mövzuya mən bir şey əlavə etmək istəyərdim ki, ümumiyyətlə kiminsə uşağı nə ilə maraqlanırsa, kinodan, oyundan və yaxud hər hansı fəaliyyətdən valideyn onu araşdırıb uşaqla bir yerdə o şeyə fokuslanmalıdır. Məsəl üçün sən bu kinoya baxdın, nə düşünürsən bunun haqqında? İndiki valideynlərin də elə ən əsas belə deyək, səhvi ondadır ki, uşaqlara lazımi diqqəti yetirmirlər. Vaxt, diqqət, bəli, çoxu məşğul olur, evdə də olsa belə, yəni işi olmasa da belə, fikri başqa bir yerlərdədir. Ona görə uşağı özündən uzaqlaşdırmaq üçün əlinə telefon verir və yaxud planşet verir ki, sən get, öz işinlə məşğul, mənim öz işim var. Başa düşürəm, hal-hazırki dövr çətindir. Hər kəsin vaxtı olmaya bilər. Amma yenə deyirəm, problemli uşaq anlayışının kökündə mənim fikrimcə vaxt ayırmaq məsələsi dayanır. Əsas valideynin, tam valideynin uşaqla vaxt keçirməyə, diqqət göstərməyi lazımdır. Hələ hal-hazırki dövrdə o çoxdur problemli uşaq anlayışı. Yenə deyirəm, bunun kökündə dayanır. Vaxt ayırmaq uşağa və uşağı anlamaq. Mən sizlə cəza mövzusunda razıyam. Cəza olmamalıdır. Çıxış yolu deyil. Çıxış yolu deyil, bəli. Cəza çıxış yolu deyil. Cəzanın da çox belə deyim də psixologiyasına təsir etməyəcək növləri var. Bəli. Təbii ki, buna zorakılıq yox, yəni şiddət yox təbii ki, amma müəyyən cəzalar ola bilər. Məsələn, hal-hazırda uşaqlar planşetdən və telefondan çox asılıdırlar. Qadağa, müəyyən qadağalar mütləq olmalıdır. Yəni şiddət yox da müəyyən qadağalar mütləq olmalıdır. Çünki uşaqlar artıq o qadağalar olmadığı müddətcə uşaqlar düşünürlər ki, hər istədiklərini eləyə bilərlər və onlar evdə hər istədiklərini elədiyi müddətcə bizim yanımıza gəldikdə bizdə də bunu düşünürlər. Burada da hər istədiyimi eləyə bilərəm. Əslində bu normal düşüncədir. Yəni uşaq mən də olsam düşünürəm ki, evdə hər istədiyimi eləyə bilərəm. Orada da, yəni uşaq olsam düşünürəm ki, orada da eləyə bilərəm hər istədiyimi. Və bizim, bu da gəlib çıxır bizim valideynlə olan kontaktımıza. Biz o kontaktı da saxlaya bilmirik, biz o uşaqla o balansı da saxlaya bilmirik. Çünki biz nə qədər də 3 saat, 4 saat, 5 saat, lap 6 saat tələbə bizlə olsun, günün böyük bir hissəsini evdə keçirdir.
yenə də gəlir qayıdır evə. Yəni evdə olmadığı o qadağalar bizdə olduğu halda Bəli. uşaq heç bir qadağaya qəbullanmır, ya qışqırır, ya özünü yerə vurur. Çox elə hallarla Bəli. rastlaşmışıq ki, uşaq özünü yerə çırpır ki, bu dəqiqə mən deyən olmalıdır. O da biz tərəfdən düzdür, biz qadağa qoya bilərik, biz valideynlə danışa bilərik ki, bizim tədris müəssisəsində, yəni bu yol verilməzdir. Yəni telefondur, planşetdir, burada elə bir şeylər yoxdur bura. Yəni belə deyək də, oyun zalı deyil ki, gəlsin. Gətirən tələbələr var. Sağ olun, bəli, var. Çıxarırlar öz cibindən ki, mən gətirmişəm, heç lazım deyil sizin ya kompüteriniz, ya planşetiniz. Mənim özümdə var. Bəli, belə şeylər çox olur. Ona görə yəni biz valideynlə qabaqcadan bunları danışırıq ki, yəni bunlar yol verilməzdir. Ya varsa telefonu, zəhmət olmasa telefonu versin sizə girişdə, çıxışda yenə də götürərsiniz. O qəbullanmaq məsələsini ilk dəfə yaşadığımda çox təəccüblənmişdim. Ağlayırdı. Yəni dəhşət. Həqiqətən mənim belə bir neçə gün psixologiyam pozulmuşdu. Amma ondan sonra təbii ki mən də bir araşdırmalar elədim. Bir belə deyim də ona artıq yanaşmağa başladım və həqiqətən ondan sonra gördüm ki, elə tələbələri anlayanda, vaxt ayıranda və diqqət ayıranda, bir tərəfdən onu başa düşəndə artıq o tələbələr də sizə yaxınlaşırlar. Yəni bu tələbəni mən bir həftədə görmüşəm və bu tələbə müəyyən diqqətlə mənə yaxınlaşıbsa, deməli bu tələbə problemli tələbə deyil. Problemli davranış biçimi var onların həyatında. Bir də Səma xanım, uşaqların fikrini dağıtmaq lazımdır. Yəni bir yerə yönəltməmək lazımdır. Ona görə də tərbiyəçiyə, müəllimə çox böyük rol yəni düşür ki, məsələn, uşaq gəldikdə onun fikrini dağıtsın, onu başqa yerə yönəltsin, daha ona faydalı olan bir yerə yönəltsin. Ona görə yəni mənim fikrimcə müəllimlərə də, tərbiyəçilərə də çox böyük rol burada düşür. Sizin hər filialda bir çox uşaqlar var və görürsüz ki, statistikaya uyğun bəzi uşaqlar ingilis dilini daha tez mənimsəyir, bəziləri isə daha gec. Mən düşünürəm ki, bu ev mühitdən asılıdır. Siz nə düşünürsüz bu barədə və valideyn uşağa necə dəstək ola bilər ki, o ingilis dilində daha çox nəticə göstərsin? Belə deyim sizə, ilk öncə təbii ki, hər tələbə, hər fənni, hər dili həmən dəqiqə qavrayacaq, mükəmməl olacaq deyə bir şey yoxdur. Götürə bilmir. Bəzi tələbələr humanitar yönümlüdür, bəzi tələbələr riyaziyyat, fizika, kimya yönümlüdür. Sadəcə ingilis dili elə bir dil, ümumi olaraq dil öyrənmək elə bir prosesdir ki, sən davamlı olaraq mühitdə olmalısan. Bu barədə bəli, elə tələbələr var, çox yaxşı, götürümlər çox yaxşıdır, amma bir problem var burada, mühitdə deyirlər. Təbii ki, bütün valideynlər ingilis dilində bilmir. Təbii ki, bütün tələbələrin evində ingilis dilində bilən insan yoxdur. Sadəcə biz valideynlərdən nəyi xahiş edirik? Çox xahiş edirik. Evdə müəyyən nəsə izləyirsiniz. Bunu ingilis dilində izləyin. Alt yazı ilə izləyin. Tələbə ilə, çünki tələbələr elə, yəni rus dilinə və Azərbaycan dilinə alışmış tələbələr elədir ki, onlar açıb YouTube-da ingilis dilini izləməyəcəklər. Və nəsə ingilis dilini izləməyəcəksinizsə, bizim ona, belə deyim də, o tələbənin dil öyrənməsi çox çətin gedir. Bəli. Və valideyn də yenə eyni mövzuya qayıdıram ki, valideyn tələbə ilə vaxt keçirsə, onunla bir yerdə ingilis dilində nəsə izləsə, tələbə ona daha maraqlı olacaq valideynlə bunu izləməyə və bu bizim təhsil prosesimizə də daha çox dəstək olacaq. Çünki müəllimə uşağı təhsil prosesində həvəsləndirirsə, valideyn də bunu eləməlidir. Mütləq şəkildə. Çünki valideyn buna dəstək olmalıdır. Deməlidir ki, səndə alınacaq. Yəni təbii ki də alınır. Bunun geci tezi var. Yəni bəli, düzdür. Bir uşaq elə olur ki, tez götürür dili, eləsi olur ki, biraz gec götürür. Yəni o ruhdan düşməməlidir tələbə və təbii ki, biz də onu ruhdan heç vaxt salmırıq. Daha da çox motivasiya veririk ki, uşaq yəni özünü belə deyək, göstərsin, biliklərini göstərsin. Bu yaxınlarda belə bir məsələmiz də olmuşdu ki, uşaq özü-özünə 5 yazmışdı. Nəyə görə? Çünki səhv yazmışdı. Ev tapşırığında səhvləri var idi və müəllimə bunları düzəldikdə dedi ki, yoxdur, yəni yaxşı olacaq. Gələn səfər yaxşı yazacaqsan. Uşaq bu sözdən fərəhlənərək özünə özgüvən yaratmaq üçün özünə götürüb aşağıda evdə 5 yazmışdı ki, yəni mən bunu bacaracağam və bu 5-ə layiq olacağam. Yəni bu da bir təbii bir şeydir. Yəni uşaq yaza bilər, uşaq özünə görür ki, yəni evdə əgər buna motivasiya verən yoxdursa, özü-özünə verir motivasiyasını. Bəli, yəni ona görə uşaqları heç bir halda həvəsdən salmamaq lazımdır. Heç bir halda onlara, yəni üstünə qışqırmaq və yaxud sən bacarmadın, sən eləmədin və yaxud niyə eləmədin, elə bir şeylər olmamalıdır. Və mən də bunu vurğulamaq istəyirəm ki, əsas olaraq, əsas mövzu bunu vurğulamaq istəyirəm ki,
tələbə 1 ayda gəlir ingilis dilindən, 2 ayda gəlir, 3 ayda gəlir. Niyə danışmır? Niyə danışmır? Bəli. Təbii ki, razıyam sizlə. Yəni hər uşağın müxtəlif dilləri bir neçə cürə götürə bilər. Məsələn, rus dilini daha tez götürə bilər, ingilis dilini daha gec götürə bilər. Ona görə valideynin durmadan bizdən soruşması ki, ay uşaq 2 ayda gəlir, 3 ay, 4 ay, yəni bu doğru bir addım deyil, doğru bir yanaşma deyil. Yəni hərənin bir müddəti var. Düzdür, biz bildiririk ki, 3 aya, 4 aya hansı səviyyəni gəlib bitirir. Bəli, səviyyəni bitirmək o demək deyil ki, bu artıq danışacaq. Ona görə biraz səbirli olmaq lazımdır və daha çox uşağa motivasiya vermək lazımdır ki, uşaq bu gəlsin, bu dil baryerini aşa bilsin. Bəli, mütləq şəkildə. Məncə bu valideynlər üçün də bir motivasiya olmalı ki, uşaq ingilis dilini öyrənirsə, amma mən ingilis dilini pis bilirəmsə, mən də öyrənməliyəm. Və yaxud məsəl üçün kursa getmirdi, çox da vaxt ayıra bilmirdi, amma uşaq artıq gedir və öz təhsilini alır ingilis dilində. Ən azından ev tapşırıqlarını evdə bir yerdə eləmək olar. Hansısa kinona oturub ingilis dilində bir yerdə baxıb müzakirə etmək olar. Bəli, razıyam bu fikirlə. Yəni valideyn də uşaqla yanaşı ona bir maraq göstərsə dilə, yəni əgər bilmirsə təbii ki bu dili, o çox yaxşı təsir göstərir uşağa ki, hə valideyn də mənlə birlikdə öyrənir və yaxud valideyn mənlə birlikdə nəsə belə deyək, kömək eləyir mənə, nəsə bacarıqları var, yəni nəsə öyrətmək istəyir mənə. Yəni o yaxşı bir şeydir. Təbii ki, başlaya bilər. Onsuz da əgər bir valideyn ümumi olaraq ingilis dilini bilmirsə, fonetikadan başlayacaq. Və tələbə də fonetikadan başlayır. Yəni eyni proseslə onlar ingilis dilini öyrənməyə başlaya bilərlər. Və inanın ki, bu proses tələbənin ingilis dilini qavramağına və götürməyinə çox sürətli təsir eləyəcək. Bəli, razıyam. Bəli. Əgər bu da yenə dediyim məsələyə gəlir, tələbə ilə bir yerdə həm vaxt keçirmiş olacaqsınız. Bu həm tələbənin psixologiyasına çox yaxşı təsir eləyəcək, həm də təhsil prosesinə çox yaxşı təsir eləyəcək və bizə çox yaxşı bir dəstəkdir bu. Bəli, tam doğrudur. Ümumiyyətlə, yəni uşaqla vaxt keçirdikcə, uşağa diqqət tamamilə, yəni tam şəkildə verdikcə uşağa çox böyük müsbət olur. Yəni çox böyük bir motivasiya olur. Hər bir halda, yəni dil öyrənməkdə belə, özünü aparmaqda belə, yəni tərbiyəsində, təhsilində, hər bir şeyində. Bugünkü mövzumuzu yekunlaşdıraraq valideynlərə bir cümlə ilə hansı mesaj vermək istəyərdiniz? Mən sadəcə demək istəyirəm ki, yenə də fikrimin üzərində dayanıram. Problemli uşaq yoxdur. Problemli uşağı yaradan mühit var. Və hər bir problemli davranışın kökündə tələbəni anlamaq, uşağı anlamaq və onunla düzgün vaxt keçirmək var. Bəli. Uşaqlara düzgün mühit yaradanda, düzgün ünsiyyət quranda uşaqlarla təbii ki, uşaqlar da yəni onun qarşılığını verəcəklər. Yəni uşaqlarla vaxt keçirmək, uşağa diqqət yetirmək çox böyük məsələdir. Mən də bunu məsləhət vermək istəyərdim ki, uşaqlara lazımi diqqət yetirsəz, uşaqlarla düzgün vaxt keçirsəz və özünüz nümunə olsaz, bu çox gözəl bir nəticə verəcək. Bugünkü podkastımız bu qədər. Növbəti podkastlarda sizi gözləyəcəyik və əgər uşaq psixologiyasından, təhsil prosesi ilə bağlı nəsə suallarınız yaranarsa, rəy bölməsinə yazmağınız kifayətdir. Sağ olun, gələn görüşlərədək.